Sualımızda baxırıq ki, burada of var və ofdursa evrini atırıq. Daha sonra isə xəbərimiz təkdə olduğu üçün both, all, some gedir. Çünki burada s var və ümumiyyətcə burada all, both, some bunlar cəm xəbərlərini işlənir əsasən və yerdə qalır bizdə B variantı. İkincidə isə görürük ki, of işlənib, evrini atırıq. Görürük ki, xəbərimiz təkdədir. Ona görə all, both, some gedir və B variantı qalır. Üçdə deməli burada of işlənib və evrini atırıq, everyone da gedir. Çünki hər ikisi ofla işlənmir. Daha sonrası yerdə qalanlar isə uyğundur. Doğru cavabımız deməli 1, 2, 4 C variantı olur. 4-də isə burada of işlənib, deməli evrini atırıq və xəbərimiz burada təkdədir. Çünki fiilimizin kökündə es var. Ona görə də cavabımız D variantı olur. Çünki digərləri cəm xəbərlə işlənir. Daha sonrası yenə burada görürük ki, xəbərimiz cəmdədir. Ona görə 1 gedir, 3 gedir. Çünki onların xəbərləri təkdə olur. Və cavabımız 2, 4 D variantı qalır. Daha sonra isə 6-da görürük ki, burada of işlənib və xəbərimiz cəmdədir. Cəmdə olduğu üçün isə all və both-u götürür. 3, 4, amma digərləri tək xəbərlə işlənir. Daha sonra isə görürük ki, burada one işlənib. Burada this və those özündən sonra cəm tələb edir və others'dan sonra isim və yaxud da ki, one işlənmir. A və C variantları qalır və burada isə tərcümədə deyir ki, İrena bir neçə yastıq gətirdi, amma onların hər biri cırılmışdı. Amma other burada başqa biri cırılmışdı. Bu tam uyğun gəlmir. Ona görə olur nə? C variantı. Aha. Daha sonra isə 8-ə baxaq. 8-də deməli görürük ki, bizdə inkar işləm. İnkardan sonra biz deməli some işi də bilmərik. Daha sonra everydən sonra əsasən isim lazımdır. Bir cümlədə iki inkar olmadığı üçün nothing-i də atırıq və yerdə qalır 1, 3 A variantı. Daha sonra isə 9-da görürük ki, burada ismi işlənib. Ona görə bizə yelkəli lazımdır. Yelkəli olan isə 2 variantımız var. Amma ki, biz bilirik, bunların yelkəli apostrofi S-də düzəlir. Ona görə D variantı səhvdir, yerdə qalır Y variantı. Onda isə deməli, baxırıq burada və əsasən tərcümə olacaq. There is interesting to read at home. I'll have to go to the library. Deyir ki, evdə deməli, maraqlı nəsə ya var, ya da ki, yoxdur. Oxumaq üçün. Davamında isə deyir ki, mən kitabxanaya getməli olacam. Və deməli, kitabxanaya gedirsə, deməli, evdə oxumaq üçün heç bir şey yoxdur. Ona görə bizim cavabımız olur nə? Y variantı. Daha sonra isə 11-də. İkinci tərəfə baxırıq. Deyir ki, mən özümü tək hiss edirəm. Tək hiss etdim. Deməli, özünü tək hiss edibsə, danışmaq üçün heç kəs yox imiş. Ona görə cavabımız B variantı olur. There was nobody to speak to and I felt so lonely. Danışmaq üçün heç kəs yox idi və mən tək hiss etdim. Daha sonra isə 12-yə baxaq. Görürük ki, of var. Burada everini atırıq. Ondan sonra of işlənmir və fiilimiz burada təkdədir. Çünki kökündə S işlənib. Both, all, some çıxır. Onların xəbəri cəmdə olmalıdır və yerdə qalır Y variantı. Daha sonra isə 13-ə baxırıq. Görürük ki, of işlənib. Burada evrini atırıq. Xəbərimiz təkdədir. Sonunda S var. Ona görə də C variantı olur. Digərlərinin isə xəbəri cəmdə işlənir. Daha sonra isə 14-ə baxaq. Deməli, burada students işlənib. Either-də, işdir, another-də, every-də. Bunlardan sonra isim təkdə işlənməlidir. Məsələn, burada an artiklı var. Bu təkliyi göstərir. Digərləri də həmçinin təkdə olur və yerdə qalır C variantı. Daha sonra isə 15-ə baxırıq. Nodan sonra ümumiyyətlə heç bir limit yoxdur. Sayılan tək, sayılmayan cəm, daha doğrusu sayılan tək, sayılan cəm, sayılmayan isimlər işlənə bilər. 1, 2 düzdür. Deməli, iş ofdan sonra bizə cəm isim işlənməlidir. Diverse. Yəni, biz necə deyirik? Sözlərin hər biri. Və ona görə burada bu cəmlənməlidir. 3 ona görə çıxır. 4-də hər şey qaydasındadır. Yəni, burada isim təkdə işlənməlidir və elə də olub. Everydən sonra isə of olmur çıxır. 1, 2, 4 D variantı qalır. Daha sonra isə 16-ya baxırıq. Burada both ofdan və bu ofdan sonra isim cəmlənməlidir. Yəni, dictionaries olmalıydı. Yəni, kitabların hər ikisi mənasında. Deməli, orada ismimiz cəmlənməlidir. 1 çıxır. 2-də hər şey qaydasındadır. Çünki ondan sonra tək isim gəlir. 3-də deməli, hər şey qaydasındadır. 4-də də. Çünki
Deməli, nodan sonra sayılan tək, sayılan cəm və sayılmayan isimlər işlənə bilər. Yəni, heç bir limit yoxdur. Everydən sonra isə of işlənmir. 2, 3, 4 D variantı bizim doğru cavabımız olur. Daha sonra isə 17-yə baxırıq. Görürük ki, burada of işlənir. Buna görə evrini atırıq və görürük ki, has bizim xəbərimiz təklidir. Ona görə all, both, some çıxır. Onların xəbərləri cəmdə olur. Ona görə cavabımız olur D variantı. 18-ə baxırıq. 18-də görürük ki, of işlənib. Ona görə evrini atırıq və xəbərimiz təkdə olduğu üçün both, some, all çıxır və yerdə qalır A variantı. Daha sonra isə 19-a baxırıq. Görürük ki, of işlənib. Ona görə deməli biz evrini atırıq. Xəbərimiz isə cəmdədir. Ona görə each-dir, one-dır, either-dir. Bunların xəbərləri təkdə işlənir və biz C variantını götürürük. Daha sonra isə 20-yə baxırıq. Görürük ki, burada of işlənir. Buna görə evrini atırıq və görürük ki, xəbərimiz cəmdədir. Each, one, neither bunlar çıxır. Bunların çünki xəbər təkdə olur və cavabımız Y variantı olur. Daha sonra isə 21-ə baxaq. Deməli, burada baxırıq ki, the other, seas and oceans. Burada baxırıq ki, deməli, ismimiz cəmdə işlənib, hər iki ismimiz. Ona görə burada biz deməli each evrini atırıq. Bunlardan sonra deməli tək isim gəlir və bununla yanaşı isə burada the article var. Article işlənib və biz belə deyim ki, some və eynidən sonra article işlətmirik. Məsələn, some others, eyni other bu şəkildə deyə bilərik. Amma article'ın birbaşa gəlməsi əsasən ola aid olan bir şeydir. Ona görə cavabımız D variantı olur. Daha sonra isə 22-yə baxaq. Görürük ki, yenə burada ismimiz cəmdədir. Burada everybody-ni atırıq. Çünki törəmədən sonra isim gəlmir, çıxır. İşdən sonra tək isim lazımdır. Bu da çıxır. Daha sonra isə biz some'dan sonra da yəni birbaşa yəni article işlətmirik. Və burada nə qalır? 1, 5 A variantı. Yəni biz buradan bu qənaətə gələ bilirik ki, all'dan və both'dan sonra biz birbaşa D article işlədə bilərik. 23-də isə baxırıq ki, burada questions var. Burada törbələri atırıq. Həmçinin seni də atırıq və D-də isə and burada təkliyi göstərir. İsmimiz isə cəmdədir. D-də gedir və burada qalır nə? A variantı. 24-də isə görürük ki, burada mistakesdir. Burada anything, something, no one törəmələr çıxır və and təkliyi göstərir. İsim isə cəmdədir gedir, qalır. 24-də B variantı. 25-i isə baxırıq ki, burada inkar işlənib. İnkardan sonra somebody, something gəlməz. Yəni bir cümlədə iki inkar olmaz. No one, nothing gedir və yerdə qalır Y variantı. Daha sonra isə baxaq 26-ya. Deməli, burada inkar işlənib. İnkardan sonra ikinci inkar gəlməz. Onlara atırıq və deməli, inkardan sonra something gəlməz və həmçinin everydən sonra da isim lazımdır və yerdə qalır D variantı. 27-yə baxaq. 27-də deməli, Steve knows about horses. Burada no'dur, deməli every'dir, daha sonra any'dir. Bunlar əsasən isim lazımdır. Yəni burada görürük ki, nəsə isim yoxdur. Əsasən törəmə işlədə bilərik. Və burada D və Y variantları qalır. Tərcümə əsasən isə biz Y variantını götürürük. Deyir ki, Steve atlar haqqında hər şey bilir. Hər kəsi bilir, yəni istənilən hər kəsi bilir deməsi uyğunsuzdur. Qalır nə? Y variantı. Daha sonra 28-ə baxaq. Görürük ki, burada isim işlənib. Somebody, nobody bunlar çıxır. Çünki törəmələrdən sonra deməli isim işlənmir. İsmimiz cəmdə olduğu üçün each və every'ni atırıq. Onlardan sonra tək isim lazımdır və yerdə qalır D variantı. Daha sonra isə 29-a baxaq. 29-a deməli yeni isim işlənib. Ona görə anyone, somebody, nobody bunlar gedir. Onlardan sonra törəmələrdən sonra isim gəlmir və isim cəmdədir. Ona görə each-də atırıq. Çünki ondan sonra sayılan tək lazımdır. Yerdə isə qalır nə? Y variantı. 30-a baxaq. 30-a deməli yenə burada book isim işlənib. Burada others, the others bunlardan sonra isim gəlmir. All'dan sonra sayılan cəm ya da ki sayılmayan isim gəlməlidir. D-də də həmçinin eynisidir. Sonra isə götürürük nə? A variantını. Daha sonra isə 31-ə baxaq. Görürük ki, burada isim işlənib. Deməli, the others bunlardan sonra isim gəlmir. All və both sonrası sayılan cəm isim lazımdır. Ona görə bizim doğru cavabımız olur B variantı. 32-də isə görürük ki, chairs isim cəmlədir və isim işləndiyi üçün biz burada something, anything, nothing bunları atırıq. Çünki törəmələrdən sonra deməli biz
isim işlətmirik və everydən sonra isə tək isim lazımdır. Ona görə yerdə qalır nə? Y variantı. 33-də isə baxırıq ki, burada time isim işlənib. Ona görə nothing, anything, something bunları atırıq. Törəmələrdən sonra isim gəlmir. Və burada time sayılmayan olduğu üçün biz ən işlədə bilmərik. Çünki ən sayıla bilən tək isimlərlə işlənir. Və burada isə deməli yerdə qalır nə? B variantı. Daha sonra isə 34-də deməli isim işləndiyi üçün somebody, nobody bunları atırıq. Çünki onlardan sonra isim gəlmir. Every və işdə atırıq. Çünki ismimiz cəmdədir və yerdə qalır A variantı. 35-də isə ismimiz gördüyümüz kimi cəmdədir. Burada ümumiyyətlə somebody, nobody atırıq. Yəni törəmələrdən sonra isim gəlmir. Bunlar gedir. Daha sonra isə deməli burada ismimiz cəmdədir. Ona görə each və every atırıq. Onlardan sonra sayılan tək gəlməlidir. Yerdə qalır deməli nə? B variantı. 36-da isə burada deməli message-dir. Yəni isim var. Burada anything, something, nothing bunlar gedir. Onlardan sonra isim gəlmir. Daha sonra isə postdan sonra sayılan cəm isim gəlməlidir və yerdə qalır deməli D variantı. 37-də isə burada bread isim var. Anything, something, nothing bunlar gedir. Deməli bunlardan sonra isim gəlmir. Daha sonra isə cümlədə 2 inkar olmadığı üçün non da atırıq və yerdə qalır D variantı. Daha sonra isə 38-də burada inkar var. İnkar olduğu üçün ikinci inkar gəlməz və inkardan sonra da samlar işlənməz. Yerdə qalır C variantı. 39-da isə deməli burada museums isim işlənib və burada biz deməli every'ni götürə bilmərik. Ondan sonra sayılan tək lazımdır. A lot olmaz. A lot of şəklində olardı. Çünki a lot feillərdən işlənir. Muchdan və a little'dan sonra isə biz deməli sayılmayan tək isim işlədirik. Ona görə yerdə qalır D variantı. 40-da isə deməli burada trees var. Ağaclardır. Deməli muchdır. A little'dır. Bunlardan sonra sayılmayan gəlməlidir. Every'dən sonra isə tək isim işlənməlidir. A lot of olardı. Çünki a lot feillərdən işlənir və yerdə qalır Y variantı. Daha sonra isə 41-də. Burada görürük ki, cheese isim işlənib. Ona görə nothing, something bunlar gedir. Burada inkar işlənib. Ona görə ikinci inkar işlədə bilmərik və inkardan sonra da sam olmaz. Yerdə qalır A variantı. Daha sonra 42-ci sualda görürük ki, burada inkar işlənib. Ona görə inkardan sonra something, some atırıq və bir cümlədə 2 inkar olmayacağı üçün deməli C-ni B-ni atırıq və yerdə qalır Y variantı. Daha sonra isə 43-də görürük ki, bu sual cümləsidir. Ona görə biz somebody-ni atırıq. Həmçinin burada deməli əsasən eynidən olanları götürməliyik və doğru cavabımız Y variantı olacaqdır ki, sən qəzanı görən kimisə tanıyırsam olur nə? Y variantı. Çünki digərləri heç məna cəhətdən uyğun gəlmir. Daha sonra isə həmçinin burada görürük ki, who işlənib. Deməli bizə nə lazımdır? Şəxs lazımdır. Və burada da 2 şəxsimiz var. B və Y variantları. Görürük ki, burada deməli sual cümləsində somebody işlənməz. Yəni somebody işlətməyimiz üçün bu xaric cümləsi olmalıdır. Ona görə doğru cavabımız Y variantı olur. Daha sonra isə 44-də baxaq. 44-də deməli every'dən sonra isim gəlməlidir. Daha sonra no'dur, our'dur, there'dir. Bunlardan yəni isim lazımdır. Ona görə biz A variantını götürəcəyik və tərcümə cəhətdən də uyğundur. Jim otağa daxil olanda heç kəs yəni orada deyildi. Ona görə olur nə? Burada A variantı bizim doğru cavabımızdır. Daha sonra isə 45-ə baxırıq ki, burada A, D, daha sonra C bunlardan və B-dən sonra da həmçinin isim lazımdır. Və baxaq Y variantına. Deyir ki, mən bu şəhərdə, bu qəsəbədə heç kəsi tanımıram. Və doğru cavabımız Y variantıdır. 46-ya baxırıq. Burada times isimimiz var. Bu cəmdədir. Burada deməli much, a little, little bunlar gedir. Onlardan sonra sayılmayan tək lazımdır. A lot da olmur. Bu a lot of olmalıdır. Çünki a lot feillərdən işlənir. Amma burada isə isim işlənir. Ona görə bizim doğru cavabımız D variantıdır. 47-də isə ismimiz sayılmayanda many, few, a few bunlar gedir və a lot of olmalıydı. Çünki a lot feillərdən işlənir. Və doğru cavabımız 47-də D variantıdır. 48-də deməli burada of işlənib. Of işlənibsə deməli every'ni atırıq və ismimiz cəmdədir. Ona görə each, no, daha sonra bunları atırıq və deməli somebody-də yenə off'dan işləmir. Bunu çıxırıq. Çünki somebody-dən əsasən else sözünü işlədə bilərik və yerdə qalır bizim doğru cavabımız D variantı.
Daha sonra isə 49-da deməli görürük ki, of işlənib, everyni atırıq və xəbərimiz cəmdədir. Bunun əşi somebody'dən yəni of işləmir. Bu da gedir və xəbərimiz cəmdə olduğu üçün biz deməli iş və vanı atırıq. Onlardan tək lazımdır və 49-da cavabımız C variantıdır. Daha sonra isə 50-də deməli burada people işlənib, isim cəmdədir. Burada işdən sonra tək isim lazımdır. A little'dır, much'dır. Bunlardan sayılmayan işlənir və a lot of olmalıdır. Çünki a lot fiillərlə işlənir və bizim doğru cavabımız Y variantı olur. 51-də isə burada deməli ismimiz cəmdədir. Ona görə burada biz deməli much'ı atırıq. A little, bunlardan sonra sayılmayan isim lazımdır. A lot anlaşı səhvdir. A lot of olmalıdır. Çünki a lot feillərdən işlənir. İşdən sonra isə tək isim işlənməlidir və bizim doğru cavabımız C variantıdır. 52-də isə baxırıq ki, money sayılmayan isimdir. Burada few, many bunlar gedir. Həmçinin a few da. Onlardan sonra sayılan cəm isim lazımdır və a lot of olmalıydı. Çünki a lot feillərdən işlənir. Və bizim 52-də doğru cavabımız D variantıdır. Daha sonra isə 53-cü sualımızda baxırıq ki, burada work işlənib, sayılmayanda ona görə a few, many bunları atırıq və a lotdan da of işlənməlidir. Ona görə bu da səhvdir və burada bizim cavabımız C variantı qalır. Daha sonra isə 54-cü suala baxırıq. 54-cü sualda isə görürük ki, burada inkar işlənib. İnkar işləndiyi üçün biz ikincini götürə bilmərik, yəni ikinci inkarı. Ona görə A-nı, B-ni atırıq və inkardan sonra da something, someone gəlməz və bizim doğru cavabımız D variantı olur. Daha sonra isə 55-ə baxırıq. Görürük ki, ismimiz cəmdədir və ona görə each, every'ni atırıq. Onlardan sonra sayılan tək isim lazımdır və burada somebody, everybody bunlardan sonra isə deməli isim işlənmir və bizim cavabımız C variantı olur. Daha sonra isə 56-ya baxaq. Deməli burada D artikli işlənib və biz yalnız oldan və bostan sonra birbaşa deməli D artikli işlədə bilərik. Bunun savayısı somebody-dir, everybody-dir. Bunlardan sonra isim gəlmir. İşdən və everydən sonra da tək isim gəlir. Yəni o cəhətdən də baxa bilərik. Daha sonra isə 57-yə baxırıq. 57-də isə görürük ki, burada tərcümədə müraciət etməliyik. Deyir ki, I see on the snow, but I don't know what it is. Deyir ki, mən qarda nəsə görürəm, amma onun nə olduğunu bilmirəm. Ona görə bizim burada cavabımız A variantı olur. 58-ə isə baxırıq. Deməli, burada deyir ki, onun əlində nəsə var, amma mən bilmirəm o nədir. Ona görə yəni eyni şəkildə burada A variantı olur. Çünki yəni burada tərcümə əsaslanır və digərlərindən sonra əsasən yəni isim işlənir. Anybody isə burada məna cəhətdən uyğun deyil. Daha sonra isə 59-u görürük ki, ismimiz bizim nədir? Təkdədir və sayılmayanda. Ona görə many, a few bunları atırıq və a lot isə fiildən işlənir. A lot of olmalıydı və bizim doğru cavabımız D variantıdır. Daha sonra isə 60-da deməli burada could, yəni could go fiil işlənib. Deməli burada every və any-ni atırıq. Burada deməli tərcüməsinə baxaq. Deyir ki, I had to go to the cinema by myself because no one could go with me. Deyir ki, mən sinemaya tək getməliydim çünki heç kəs mənimlə gedə bilmirdi. Ona görə cavabımız olur Y variantı. Daha sonra isə 61-ə baxaq. Deməli burada yenə any, every, bunlardan sonra əsasən yəni biz isim işlətməliyik. Deməli törəmə lazım olacaq bizə. Deyir ki, I had to look after my little brother. Mən qardaşıma qayğısına qalmalıydım because there was nobody to take care of him. Çünki heç kəs yox idi onun qayğısına qalmaq üçün. Daha sonra isə 62-yə baxaq. Deməli burada isim işlənib. Deməli törəmələrdən sonra isim işlənməz. Daha sonra isə yours müstəqil yiyəli əvəzidir. Bundan sonra da yəni isim işlənmir və yerdə qalır D variantı. Daha sonra isə 63-ü deməli burada isim işlənir. Burada yoursun sonra isim gəlmir, müstəqil yiyəli əvəzidir və törəmələrdən sonra da isim gəlmir. Ona görə bizim cavabımız A variantı olur. 64-də isə deməli burada yenə törəmələrdən istifadə edəcəyik və mənasına baxaq. We must know everything about the history of our country. Biz ölkəmiz haqqında yəni hər şeyi bilməliyik. Yəni ölkəmizin tarixi haqqında. Ona görə bizim cavabımız Y variantı olur. Anything yəni uyğun gəlmir. Yəni həm də ki anything çox az halda təsdiq cümlədə yəni işlənir. Digərlərindən sonra isə əsasən isim lazım olur. Daha sonra isə 65-ə baxaq. 65-i deməli burada
Yenə bizə törəmələri lazım olacaq. Elə C variantıdır. Digərlərindən sonra isə bizə isim lazım olur. Deməli, good morning children, sabahınız xeyir uşaqlar. Does anybody want to go to the museum? Deyək ki, kimsə müzeyə getmək istəyirmi? Və ona görə də bizim cavabımız C variantı olur. 66 isə görürük ki, xəbərimiz cəmdədir və qalan hər birindən belə deməli biz tək xəbər şöydəyik. Törəmələrdən sonra da deməli işdir, eynidir. Bunlardan işlənmək isim lazımdır və qalır bizim cavabımız B variantı. 67 isə yenə xəbərimiz cəmdədir. Deməli işdən sonra yəni tək xəbərdir. Daha sonra nobody'dir, somebody'dir. Bunlardan tək xəbər olur. Eyni isə yəni isim lazımdır. Qalır burada nə? C variantı. 68-də deməli problem bu təkdədir. A lot səhvdir, a lot of olmalıdır. Çünki a lot feillərdən işlənir. Few, a few, many bunlardan sonra sayılan cəm lazımdır. Amma no-da heç bir məhdudiyyət yoxdur. Sayılan tək, sayılan cəm və sayılmayan isimlər işlənməlidir. Onlara görə heç bir fərq yoxdur. 69-da isə time görürük ki, sayılmayan tək isimdir. Burada deməli few, a few, many gedir. Sayılan cəm lazımdır. A lot of olmalıdır. Çünki a lot deməli feillərdən işlənir və 69-da bizim cavabımız A variantıdır. 70-də isə deməli burada yenə isim işlənmədiyi üçün törəmə lazım olacaq. Deyək ki, tell us something about your plans. Deyək ki, bizə planların haqqında nəsə de. Olur cavabımız Y variantı. Daha sonra isə 71-ci sualda görürük ki, burada people isim işlənib və burada deməli anybody, somebody, nobody törəmələrdən sonra isim işlənmir. Və everydən sonra isə tək isim gəlir. Ona görə 71-də doğru cavabımız D variantıdır. 72-də isə görürük ki, burada isim işlənib. İsim işləndiyi üçün nothing, something, anything bunlar gedir. Bunlardan sonra deməli biz mübtəda, daha doğrusu isim işlətmirik. Və bir cümlədə iki inkar olmayacaq üçün non da atırıq və cavabımız A variantı olur. Daha sonra 73-də deməli görürük ki, ismimiz var və deməli all, both, many bunlardan sonra sayılan cəm isim lazımdır. Və burada others'dan sonra isə isim gəlmir. Ona görə cavabımız B variantı olur. 74-də isə deməli burada country sözdür. Burada many, both, all bunlardan sonra sayılan cəm lazımdır. Others'dan sonra da isim işlənmir və 74-də nə qalır? D variantı. 75-də isə deməli burada isim olmadığı üçün biz törəmə axtarmalıyıq və görürük ki, bu nədir? Sual cümləsidir. Ona görə somebody və someone atırıq. Yerdə qalır D variantı. Daha sonra 76 deməli görürük ki, inkar var. İnkardan sonra deməli biz nothing, nobody işlədə bilmərik. Bir cümlədə iki inkar olmur və inkardan sonra something, someone gəlməz. Ona görə cavabımız D variantı olur. 77-də isə yenə burada inkar var. Ona görə nobody, nothing gedir. Cümlədə iki inkar olmur və inkardan sonra somethingləri atırıq. Yerdə qalır deməli nə? A variantı. 78-də isə inkardan sonra deməli nothing, nobody gedir. Çünki bir cümlədə iki inkar olmur və burada inkardan sonra isə some olanları atırıq. Ona görə cavabımız A variantıdır. 79-da isə burada of işlənir. Buna görə every'ni atırıq və burada isə görürük ki, xəbərimiz təkdədir. Ona görə both, many, all gedir. Yerdə qalır B variantı. 80-də isə deməli burada inkar işlənib. Ona görə ikinci inkar olmaz. Nothing gedir, no gedir. Və inkardan sonra deməli biz deməli something-i də atırıq və burada ismimiz olduğu üçün törəməni də atırıq və 80-də qalır A variantı. 81-də isə deməli burada görürük ki, isim yoxdur. Törəmə axtarmalıyıq və deyir ki, I know everything about the accident. Mən qəza haqqında hər şey bilirəm. Cavabımız da olur D variantı. Daha sonra isə 82-də deməli people işlənib. A lot olmaz, a lot of olmalıdır. Çünki a lot feillərdən işlənir. Sayılan isimdə ona görə a little atırıq, much da atırıq və burada isim cəmdə olduğu üçün iş də atırıq və 82-də qalır A variantı. Daha sonra isə 83-ə baxırıq. Burada görürük ki, of işlənib. Ona görə biz deməli və baxırıq ki, xəbərimiz təklidir. All, both bunlar çıxır çünki onlar cəm xəbər tələb edir. 2, 3, 5 bizim doğru cavabımızdır. Daha sonra isə 84-ə baxaq. Görürük ki, burada isim yoxdur və baxaq deməli tərcümə. Deməli ikinci tərəfdə deyir ki, I was disappointed. Mən məyus idim. Deməli o məyusdirsə, deməli onu heç kəs təbrik etməyib. Nobody congratulated me on my success. Yəni heç kəs təbrik etmədiyi üçün mən qəmgin idim.
və cavabımız Y variantıdır. 85-də isə gör ki, of işlənib, everyni atırıq və gör ki, xəbərimiz təkdədir. Both, all, some çıxır. Onların xəbərləri cəmdə olmadı və B variantı bizim doğru cavabımızdır. 86-da isə deməli burada of işlənib. Ona görə everyni atırıq və xəbərimiz cəmdədir. Ona görə everyone gedir, iş gedir. Çünki onlardan deməli xəbər təkdə olmalıdır. Somebody'dən sonra isə of işlənmir. Ona görə cavabımız B variantıdır. Daha sonra isə 87. Deməli burada of işlənib. Ona görə biz everyone-ı everyni atırıq. Törəmədən və everydən sonra of işlənmir və xəbərimiz cəmdədir deyə hamısı da doğru olur. 1, 2, 3. Deməli B variantı bizim doğru cavabımızdır. 88-də isə deməli xəbərimiz təkdədir. Ona görə 1 doğrudur. 2 də doğrudur. 3-də deməli xəbər cəmdə olmalıdır. 4-də də həmçinin. 1, 2 isə bizim doğru cavabımızdır. 89-a baxaq. Deməli burada places isim cəmdədir. Deməli B-dən, Y-dən, A-dan və D-dən sonra biz tək isim işlətməliyik və yerdə qalır nə? C variantı. 90-da isə deməli burada ismimiz cəmdədir. Everyday, işdir, daha sonra C-dir, D-dir. Bunlardan sonra tək isim gəlməlidir və qalır A variantı. Çünki məsələn and burada artikeldir, digərləri isə təkliyi göstərir. Daha sonra isə 91-ə baxaq. Burada sites cəmdədir. İş, another, every, either. Bunlardan sonra isə tək isim gəlməlidir, qalır C variantı. Daha sonra isə 92-yə baxaq. Burada deməli of işləndiyi üçün biz nə yata bilərik? Yəni hər iki qalır. Burada has var. Deməli bizə tək xəbər lazımdır. 1, daha sonra 4, 5 doğrudur. 2 və 3-dən sonra isə cəm xəbər lazımdır və cavabımız C variantı olur. Daha sonra isə 93-ə baxaq. Deməli burada xəbərimiz nədir? Təkdədir. Ona görə biz 1-i götürməliyik, 3-ü götürməliyik və elə cavabımız D variantı olur. Daha sonra isə 94-də. Deməli burada of you offer your seat to that old man. Görür ki, sual cümləsidir və burada of işlənib. Törəmədən sonra deməli of işlənməz, anybody'ni də atırıq həmçinin və sual cümləsi olduğu üçün burada some'ı da atırıq və burada place var. Və place olduğu üçün deməli biz burada törəməni də atırıq, yerdə isə qalır Y variantı. Daha sonra isə 95-də. Deməli burada gör ki of var. Burada törəmələri yeni atsaq, yerə qalır nə? Y variantı. Daha sonra isə 96-da. Deməli burada baxaq nəyə? Burada əsasən bu tərcümə ilə gedəcək. Burada 96-da deməli olacaq nə? When we came in, biz içəri girəndə all was at the table, but nobody was eating. Hər şey masanın üzərində idi, amma heç kəs yəni yemirdi. Bizim doğru cavabımız A variantı. Burada əslində hər şey nəsə mənasına gelir. Yəni hər kəs ya da ki nəsə, daha doğrusu kimsə masanın üzərində olmaz. Burada yeməkdən söhbət gedir. Nobody də həmçinin eynidir. Deməli olda qalır. Amma ki orada məna cəhətdən uyğun deyil. Yəni onda belə çıxır ki, hər şey masanın üzərində idi, amma hər kəs yerdə bu uyğun deyil. Burada nədir? İnkarlıq lazımdır bizə. Yəni biri digərini inkar etsin. Ona görə cavabımız A variantı olur. 97-də isə deməli gör ki, xəbərimiz cəmdədir. Ona görə nobody, everybody bunlar çıxır. Daha sonra isə deməli burada nə var? Was-dur. Və burada everydən sonra isim lazımdır. Bunu da atırıq və burada görür ki, to speak nədir? Danışmaqdır. Danışmaq da nəyə məxsusdur? İnsana məxsusdur. Və onun iki mənası var. Biri hər şeydir, biri hər kəsdir. Burada hər şey mənasında bu işlənə bilməz. Burada hər kəs mənası insan nəzərdə tutur və insanı nəzərdə tutanda isə hamı mənasında olanda onun xəbəri cəmdə olmalı. Amma burada təkdə verildiyi üçün biz onu götürə bilmərik və ona görə bizim cavabımız nə olur? C variantı. Daha sonra isə 98-ə baxaq. 98-də isə burada görürük ki, of işlənib. Deməli, burada törəmələri atırıq, everyni atırıq və daha sonra isə everydən sonra isim gəlməlidir. Ona görə bizim cavabımız A variantı olur. 99-da isə deməli ikinci tərəfə baxırıq. Burada deyək ki, he was not guilty. O günahkar deyil. Deməli, o günahkar deyilsə, heç kəs onu günahlandırmıyor. Bu da olur nə? B variantı. 100-də isə deməli burada baxaq nə? Xəbərimiz cəmdə olduğu üçün biz 1-i götürməliyik, 5-i götürməliyik və 2-ni götürməliyik. 3-dən və 4-dən sonra isə bizə tək xəbər lazımdır. Ona görə də 1, 2, 5 C variantı bizim doğru cavabımızdır. Daha sonra isə 101-ə baxaq. Görür ki, xəbərimiz nədir? Cəmdədir. Ona görə cavabımız 3, 4, 5 olacaq. Yerdə qalanlarından sonra isə tək xəbər lazımdır və cavabımız B variantıdır. Daha sonra isə 102-yə baxaq.
Burada gör ki xəbərimiz nədir? Cəmdədir. Ona görə bizə 1, 2, daha sonra isə 5 lazımdır. Cavabımız B-dir. Qalan 3 və 4-dən sonra isə tək xəbər lazımdır. 103-də isə deməli burada gör ki ismimiz nədir? Cəmdədir. İsmimiz cəmdədirsə deməli biz 1-i götürməliyik, 3-ü götürməliyik. Həmçinin burada xəbərimiz də cəmdədir. Ona diqqət etmək lazımdır və 5-i götürürük. 1, 3, 5. Qalanlardan sonra isə xəbər təkdə olur. Ona görə 1, 3, 5 deməli C variantını götürürük. Daha sonra isə 104-ə baxaq. Görürük ki, xəbərimiz təkdədir. Birinci burada of işlənib, ona görə evrini atırıq. Xəbər təkdə olduğu üçün 2-ni götürməliyik və 4-ü. Çünki 1-dən və 3-dən sonra isə cəm xəbər lazım olacaq. Ona görə 2, 4, D variantı bizim doğru cavabımızdır. Daha sonra isə 105-də deməli xəbərimiz nədir? Cəmdədir. Ona görə 1-i götürürük, 2 tək xəbərdir, 3 doğrudur. 4-də ümumiyyətcə səhvdir, çünki everydən off olmur və həmçinin 500-dür. 1, 3, 5 A variantı bizim doğru cavabımızdır. Daha sonra 106 görür ki, xəbərimiz cəmdədir. Ona görə 1-i atırıq. 1 ümumiyyətcə səhvdir, çünki every ilə off olmur. Daha sonra 2-ni, 3-ü götürürük. Cəm xəbərlə işlənə bilirlər. 4-də each of tək xəbər tələb edir. Ona görə çıxır və həmçinin 5 olur. 2, 3, 5 B variantı doğrudur. Daha sonra isə 107-də görür ki, burada problems cəmdə verilib. Ona görə A-nı atırıq, çünki N burada nəyə göstərir? Təkdir. The others və others, daha sonra any others, bunlardan sonra isim gəlmir və ona görə bizim cavabımız C variantıdır. 108-də isə burada görür ki, isim işlənib və isim cəmdədir. Ona görə evini atırıq, another atırıq. Çünki bu nədir? Təkliyi göstərir. Others'dır. Bunlardan sonra isim gəlmir və burada da həmçinin ən nədir? Artikeldir. Ona görə bu da deməli səhvdir. Çünki isim cəmdədir. Həmçinin enindən sonra artikel işlənmir. Və bizim cavabımız D variantı olur. Daha sonra 109-da deməli, görür ki, xəbərimiz təkdədir. 1-i götürürük, 2 cəm xəbər tələb edir, 3 cəm xəbər tələb edir, 4 doğrudur. 5 isə burada nədir? Cəm xəbər tələb edir. Burada çıxır 1, 4, deməli A variantı doğrudur. Daha sonra isə 110-da. Görür ki, xəbərimiz təkdədir. Ona görə boş səhvdir. Cəm xəbər tələb edir. All cəm xəbər tələb edir. 3 doğrudur. Everydən sonra of işlənmir çıxır və 5 doğrudur. 3, 5, C bizim doğru cavabımızdır. 111-də isə baxır ki, xəbərimiz cəmdədir. 1 doğrudur, 2 doğrudur, deməli 3 doğrudur. 4-də isə tək xəbərdir. Somebody-dən deməli of işlənməz. 1, 2, 3 B variantı doğru cavabımızdır. 112-də isə deməli burada were işlənib, xəbərimiz cəmdədir. Everyone olmaz. 2 doğrudur. Törmə ilə of işlənməz çıxır. 4-də düzdür, 5-də düzdür. Deməli 2, 4, 5 A variantı bizim doğru cavabımızdır. D-də isə deməli burada görək ki, ikinci tərəfdə isim işlənib. Belə baxsaq ki, B variantında 2 inkar olmaz, ona görə o çıxır. Daha sonra isə deməli everydən sonra isim lazımdır, amma burada birinci boşluqda isim verilməyib, bu da gedir. Daha sonra isə deməli burada artıq tərcümə ilə baxaq ki, there was a complete silence in the room. Deməli deyək ki, otaqda bütöv bir səssizlik idi və deməli burada səssizlik isə heç kəs danışmır. Ona görə cavabımız D variantı olacaq. Nobody said any words. Heç kəs heç bir söz demədi. 114-də isə görür ki, ismimiz cəmdədir. Ona görə 1 olur, 2 olur. Deməli 4, 6, 5 çıxır. Çünki onlardan sonra tək isim lazımdır. 3. Əgər ki, ismimiz bu şəkildə verilsəydi, onda deməli digər variantları götürə bilərdik. Çünki bunlar cəmlənərkən kökündən dəyişən isimlərdir. Cavabımız isə 1, 2, 3, deməli C variantıdır. 115-də də həmçinin bu da cəmlənərkən, yəni şəkilçi N şəkilçisi qəbul edən isimdir. Bunun təki bu şəkildədir. Demək, bu cəmdədirsə biz 1-i, 2-ni, 4-ü götürürük. Çünki qalanlar özündən sonra tək isim tələb edir. 1, 2, 4 A variantı bizim doğru cavabımızdır. 116-da isə görürük ki, burada of işlənib. Törəmədən sonra deməli biz burada törəmə, daha doğrusu ofdan törəmə işlətmirik və görür ki, burada inkar işlənib. İnkar dese deməli, ondan sonra ikinci bir inkar gələ bilməz və samda işlənməz. Ona görə cavabımız Y variantı olur. 117-də isə görür ki, burada nə işlənib? Of. Və görür ki, burada inkardır. İnkar dese deməli nothing, no, ikinci inkar olmaz və inkardan sonra samları atırıq. Yerdə qalır nə? C variantı. Daha sonra isə 118-də deməli
Every'ni atırıq, ondan sonra isim lazımdır. Burada isim deməli yoxdursa, törəmələri istifadə edəcəyik əsasən. I found several people. Mən deyir ki, çoxlu insana zəng etdim, amma deməli burada amma deyirsə heç biri cavab verməyib. Ona görə cavabımız olur B variantı. 119-da isə burada xəbərimiz təkdədir. Ona görə boş atırıq, ol atırıq. Onlar cəm xəbər lazımdır. 3, 4, B bizim doğru cavabımızdır. 20-də isə baxırıq ki, burada inkar işlənib. İnkardan sonra deməli ikinci inkar gəlməz. No olanları atırıq və ondan sonra samda gəlməz və burada bizə deməli isim lazımdır ki, biz enini yəni istifadə edə bilək. Enini o halda isimsiz istifadə edə bilərik ki, orada eyni isim haqqında ikinci dəfə danışırsın, amma burada heç bir şey deyilmir. Ona görə cavabımız B olur. I opened the door but didn't see anybody in the room. Mən qapını açdım, amma heç kəsi görmədim. Ona görə cavabımız B'dir. Daha sonra isə 121-ə baxaq. Burada deməli inkar işlənib. İnkar isə deməli burada nothing atırıq. İkinci inkar gəlməz. Nobody gedir. İnkardan sonra deməli təsdiqlər atırıq. Yerdə qalır Y variantı. Daha sonra 22-də deməli yenə inkar var. İnkardan sonra ikinci inkar olmaz və həmçinin inkardan sonra samları da atırıq və yerdə qalır B variantı. Daha sonra isə 123-də deməli inkar işlənib. Ondan sonra something, some atırıq və deməli inkardan sonra ikinci inkar gəlməz nolları da atırıq və yerdə qalır nə? D variantı. 124-də isə deməli burada water isim var. Törəmələrdən sonra isim gəlməz. Bunlar gedir. Daha sonra isə İkinci tərəfdə deyir ki, mən çox susuzam. Susuz da deməli biraz su içmək istəyir. Ona görə olur nə? A variantı. Digərləri su içmək istəmədiyini göstərir. Onun əlaqəsi yoxdur. 25-də isə deməli burada bizdə inkar işlənib. İkinci inkar gəlməz no gedir, nothing gedir. İnkardan sonrası samları atırıq və yerdə qalır B variantı. 26-da isə deməli inkar işlənib. Ona görə ikinci inkar gəlməz və inkardan sonra samları da atırıq. Və burada deməli enidən sonra isim lazım idi. Ona görə qalır nə? B variantı. Daha sonra 27. Burada sites cəmdədir, iç gedir, ondan sonra tək lazımdır, evlidir, daha sonra D, Y hamısından sonra tək lazımdır, qalır B variantı. 28-də. Deməli, burada gör ki, nədir? İsim işlənib. İsim işlənibsə, burada the others'dır, others'dır. Bunları atırıq, onlardan sonra isim gəlmir. İsim cəmdə deyə əni də atırıq və burada A və deməli nə qalır? Y variantları. Deyək ki, Bill went to some banks and asked for a job. Burada deməli other olacaq. Çünki biz the other'ı daha çox dəqiq rəqəm, dəqiq bir nəsə olanda istifadə edirik. Məsələn, iki dənə isimdən bəhs edirik. Deyirəm ki, məsələn, birinci haqqında məlumat verirəm. Ona deyirəm ki, the other, digəri. Amma burada elə bir situasiya olmadığı üçün anı götürürük. Daha sonra isə 129-da deməli burada isim işlənib. İsim işlənibsə deməli biz burada others'ı atırıq. Çünki onlardan sonra isim gəlmir. Daha sonra isə isim cəmdə olduğu üçün əni də atırıq və deməli burada samdan sonra enidən sonra da artikel gəlmir. Yerdə qalır nə? Y variantı. 30-da isə deməli burada görürük ki of var və törəmə ilə də of işlətmirik, bu çıxır və burada learns-dur. Bu nədir? Təkdədir. Samdan sonra bizi ümumiyyətcə bir dəqiqə bunu saxlayaq. Burada məsələn əgər ki all burada nədir? Learn öyrənməkdir. Öyrənmək də insana məxsusdur. Deməli burada all'ın iki mənası var. Biri hamı, biri hər şey. Burada da öyrənmək insana aiddir. Hamı mənasında olur. Ona görə təkdə yox, cəmdə olmalıydı onun xəbəri. Aha, deməli biz ona görə A-nı atırıq və qalır burada nə? C və D variantları. Baxaq indi tərcüməsi deyir ki, bəzi deməli bizim bəzimiz ingilis dilini öyrənirik ofisdə. Amma burada amma varsa deməli nə lazım? İnkarlıq. Amma heç kəs alman dilini öyrənmir. Ona görə olur nə? C variantı. Daha sonra isə növbəti sualda baxaq ki, burada was təkdədir. Deməli, baxaq nəyə? Burada əsasən tərcüməyə baxmalıyıq. Çünki qrammatik cəhətdən nə isə tapmaq mümkün deyil. Məsələn, A variantına baxsaq deyir ki, insanları xilas etmək üçün hər şey edildi. Heç kəs daşqının əziyyət çəkmədi. Deməli, doğru cavabımız budur. Lakin digər variantlara da baxa bilərik. İnsanları xilas etmək üçün heç bir şey edilmədi. Növbətdə isə deyir ki, heç kəs daşqının əziyyət çəkmədi. Bu səhvdir. Çünki əgər nəsə edilməyibsə, insana demək onun əziyyət çəkib. Digərləri də həmçinin bu şəkildə məna cəhətdən uyğun deyil.
Daha sonra 132. Burada deməli, gör ki, de artiklı işlənib, ya all, ya da ki, deməli, normaldır, boş işlənir əsasən. Lap burada baxsaq ki, xəbərimiz cəmlədir. Ona görə each of-u atırıq. Digərlərini hər iki saxlayaq. Aha, deməli, burada isə fortunately was served. Burada həmçinin tərcüməyə baxmalıyıq. Tərcümədə burada deyir ki, the tourists were saved. Deyə bilər ki, məsələn, bütün turistlər xilas olundu. Xoşbəxtlikdən heç kəs zərər görmədi. Yəni, incilmədi. Yəni, daha doğrusu zərər görmədi. Ona görə nə olur burada? Y variantı olur. Digərlərində isə məna cəhətdən uyğun gəlmir. Adı məsələn deyir ki, all of the tourists were saved. Bütün turistlər xilas olundu. Xoşbəxtlikdən heç kəs zərər görmədi. Daha doğrusu hər kəs zərər gördü. Burada isə yəni birinci cümlə digər cümləni təsdiqləmir. Birində deyir ki, yəni hər kəs deməli xilas olundu. İkincidə deyir ki, hər kəs zərər gördü. Bunlar bir-birində ziddiyyət təşkil edir. Daha sonra isə 133-də deməli görürük ki, nodan sonra artikl işləməməlidir. N, D bunları atırıq. S və D variantları qalır. Burada isə isim olduğu üçün adresi atırıq və yerdə qalır S variantı. Daha sonra isə 134-də deməli yenə nodu biz artiklları atmalıyıq və burada isim işləndiyi üçün adresi atırıq, çünki ondan sonra isim gəlmir. Y variantı qalır. Daha sonra isə 135-ə baxaq. Deməli burada görürük ki, nədir? İsim işlənməyib və ikinci tərəfdə məsələn of var. Ona görə somebody, everybody, every bunlar gedir. Çünki biz onlardan sonra of işlətmirik. Birinci tərəfdə isə görürük ki, burada nədir? İsim işlənməyib. Ona görə samı da atırıq və yerdə qalır Y variantı. Deyir ki, qəzetdə bizi maraqlandıran, hər ikimizi maraqlandıran nəsə gördük. Daha sonra isə deməli, burada görürük ki, inkar var. İnkar isə deməli, nothing atırıq. İkinci inkar işlənməz. Samı da atırıq. Burada eynidən sonra deməli, isim gəlməlidir. Yerdə nə qalır? 1, 4, S variantı. Daha sonra isə 137-də. Deməli, görür ki, burada inkar işlənib, nothing-i atırıq, ikinci inkar yəni işlənmir. Daha sonra isə ikinci tərəfdə deməli facts işlənib, burada n-i atırıq, çünki o tək tələb edir, yəni D-də həmçinin, Y-də isə ondan sonra isim gəlmir. Ona görə cavabımız olur S variantı. 138-də isə görür ki, burada xəbərimiz cəmdədir. Ona görə ümumiyyətcə evrini atırıq, ondan sonra of işlənmir. İlk təklik tələb edir, evridən sonra of işlənmir. Növbəti hissədə isə burada nədir? S işlənib, demək xəbərimiz təkdədir. Və all, burada danışmaq nəyə məxsusdur? İnsana. All'ın da iki mənası var. Hamı mənasına, yəni insan bildirirsə, xəbər cəmdə olur. Yox, əgər ki, məsələn, cansızdırsa, onda yəni hər şey mənasındadırsa, xəbər təkdə olur. Burada danışmaq insana aiddirsə, deməli, hamı mənasındadır. Ona görə bunun xəbəri cəmdə olmalıydı. O çıxır. Ona görə qalır nə? Burada B variantı. 139-da isə deməli, burada görürük ki, ismimiz cəmdədir. Ona görə evrini atırıq. Daha sonra deməli işi də atırıq. Onlardan sonra tək isim lazımdır. Burada isə of işlənib. Evridən sonra of olmur. Yəni S-də həmçinin. Ona görə qalır Y variantı. 40-da isə deməli burada yenə of işlənib. Burada deməli evrini atırıq və burada xəbərimiz təkdədir. Ona görə all da gedir. Onları atırıq. Deməli, daha doğrusu onlar hələ ki saxlayaq. Deməli, burada isə yenə görürük ki, nə işlənib? Of var. Ona görə burada evrini atırıq. Yəni, yeni hələ ki saxlayaq. Evrini də atırıq. Qalır bizdə A və Y variantları. Deyir ki, onlar deməli, pulunun məsələn müəyyən bir hissəsini deməli xərclədilər. Hamısını yox. Doğru cavabımız A-dır. Y isə baxsaq da ki, onlar pulunun deyir ki, hamısını xərclədilər. Hamısını yox. Burada üst-üstə düşmür. Daha sonra isə 41-ə baxaq. 41-də deməli, burada inkardır. İnkardan sonra something atırıq. Nothingdir. Nothing bunlar gedir. İkinci tərəfdə isə deməli biz burada mənaya baxmalıyıq. Deyir ki, sən heç vaxt hər şeyi bilə bilməzsən, həmişə sənin bilmədiyin nəsə var. O da olur D variantı. 42-də isə deməli burada inkar var. Ona görə something atırıq. Daha sonra something, nothing bunlar gedir. Çünki inkardan sonra some gəlmir və ikinci inkar işlənmir. İkinci tərəfdə isə deməli burada N-dən sonra yəni bizə isim lazımdır və burada deməli S variantı olur. Tərcümə cəhətdən də baxsaq deyək ki, Jane mənə hər şey göstərmədi, mənim görə bilmədiyim nəsə var. Ona görə olur S variantı.
Daha sonra isə 43-ə baxaq. Deməli, burada görür ki, inkarda, inkardan sonra something gəlməz, ikinci inkar işlənməz və burada da everydən sonra isim gəlməlidir, qalır B variantı. Deyir ki, Alice mənə hər şey demədi, mənim bilmədiyim nəsə var. Olur B variantı. 44-də isə deməli, burada of işlənib, everydən sonra of işlənməz. Xəbərimiz cəmdə olduğu üçün B-ni yeni ana atırıq və yerdə qalır D variantı. 45-də isə deməli, gör ki, burada izdir, xəbərimiz təklidir. Adres olanları atırıq. B, C və Y variantları qalır. Burada isə görür ki, dəqiq bir rəqəm var. Deyir ki, bizim qrupda 2 xarici tələbə var. Onlardan biri Çinlidir və burada artıq 2 nəfərdən söhbət gedir. Birini danışırsa, digəri bizim müəyyən edək, the other olur. Daha sonra isə 46-ya baxırıq. 46-da deməli, burada görür ki, everydən sonra isim lazımdır. Bunu atırıq. Burada tərcüməyə əsasən baxsaq, deyir ki, he's a fearless man. O qorxusuz adamdır. Deməli, qorxusuzdursa, onu heç bir şey nədir, qorxuda bilmir. Və ona görə isə bizim cavabımız C variantı olur. Daha sonra isə 47-də. 47-də deməli, gör ki, no var. No'dan sonra burada artikelləri atırıq və burada student cəm olduğu üçün adresdən sonra isim gəlməz və bizim cavabımız D variantı olur. 48-də isə yenə burada no'dur. No'dan sonra artikelləri yenə atırıq və burada isim işləndiyi üçün adresdə atırıq, çünki ondan sonra isim gəlmir, qalır A variantı. 49-da isə deməli, burada görürük ki, xəbərimiz təkdədir. Every nüməti atırıq, çünki ondan sonra of işlənmir. Xəbər təkdədirsə deməli, ol atırıq. Boş gedir, C və D variantları qalır. İkinci tərəfdə isə one'dır. Burada isə adresdən sonra biz isim, one, bunları işlədə bilmirik, qalır C variantı. Daha sonra isə 50-yə baxaq. 50-də deməli isim işlənib və cəmdədir. Burada either atırıq, every'ni, daha sonra C-ni atırıq. İkinci tərəfdə isə deməli of işlənib, every'dən də of işlənməz deyə olur D variantı. Daha sonra isə 51-də. Burada görür ki, isim işlənib və cəmdədir. Ona görə D-ni atırıq, C-ni atırıq, A-nı atırıq. Çünki bunlardan sonra tək isim gəlir. İkinci tərəfdə isə of işlənib, every-də də of olmaz. Ona görə olur nə? B variantı. Daha sonra isə 52-yə baxaq. Burada görürük ki, ismimiz cəmdədir. Ona görə 1-i atırıq, 5 atırıq. Çünki bunlardan sonra nə gəlir? Tək xəbər gəlir. 2, 3, 4. Deməli, B variantı bizim doğru cavabımızdır. 3-də isə deməli, burada nədir? Information isimdir. Törəmələrdən sonra isim gəlməz. Daha sonra neysə deməli, burada either inkardırsa, daha doğrusu bu inkar cümlədə işlənir. Ona görə bizə inkarlıq lazımdır və olur C variantı. Daha sonra isə 4-ə baxırıq. 4-də isə burada görürük ki, butter'dır. Burada həmçinin yenə either var. Ona görə bizə inkar lazımdır. Avtomatik A variantı olur. Daha sonra isə B-də deməli, burada butter isim var. Törəmələrdən sonra isim gəlməz deyə 1, 4, B variantı qalır. Daha sonra isə 156 deməli, burada inkardır. İnkardan sonra deməli, burada something gəlməz. Bir cümlədə 2 inkar olmaz və burada isim olduğu üçün törəməni də atırıq. Yerdə qalır A variantı. 57-də isə deməli, burada baxaraq ki, inkar işlənib. İnkardan sonra samlar gəlməz. Bir cümlədə 2 inkar olmaz. C, A gedir və yerdə qalır D variantı. Daha sonra isə növbəti bölmədə görür ki, burada isim işlənib. Deməli, bizə yiyəlik lazımdır. 1, 2 olur, 3 olur. Daha sonra isə deməli, elə 2, 3 A variantı olur. Çünki 1 olmaz. 4-dən və 5-dən sonra isə isim işlənmir. Ona görə A variantı qalır. 2-də isə yenə deməli, görür ki, burada isim işlənib. Yəni, isim işlənib belə bütöv. 1-i atırıq, 2 doğrudur. Yiyəlik lazımdır bizə. 3-də həmişin doğrudur. 4-dən isə 5-dən sonra isim gəlmir. Deməli, D variantı olur. Daha sonra isə deməli 3-ə baxırıq. 3-də isə yenə burada görürük ki, isim işləməyib. Ona görə 1 atırıq, 2 atırıq, 3 atırıq, 4 və 5 deməli A variantı qalır. Daha doğrusu burada 3-də deməli A variantı düzdür. 4-də isə baxırıq ki, burada yenə isim yoxdur. Ona görə 1-i, 2, 3 atırıq, 4, 5 deməli Y variantı qalır. Daha sonra isə 5-ə baxırıq. Görür ki, burada isim işlənib. Deməli, yiyəlik hal lazımdır. 1 doğrudur, 2 səhvdir. Çünki bunu yiyəlik halı apostrofi S olmalıdır. Bu çıxır. 4-dən sonra isim gəlmir. Daha sonra isə 3, 5 olur. 1, 3, 5 Y variantı doğrudur. 6-ya isə baxırıq ki, burada help isim işlənib. İsim işlənibsə deməli, burada görür ki, 1 doğrudur, 2 səhvdir. Çünki apostrofi S-dən düzəlməkdir. 3 düzdür. 4-dən sonra isim gəlmir.
5 də həmçinin doğrudur. 1, 3, 5 C variantı bizim doğru cavabımızdır. 7 isə baxırıq yenə isim işlənib. Deməli 1 doğrudur. 2-dən sonra isim gəlməz. 3 də doğrudur. 4-dən sonra isə deməli 5. 5 də səhvdir. Çünki 5-də deməli apostrofi S-dən düzəlməli idi. Və burada isə nə olur? 4 də həmçinin doğrudur. Əgər ki o one another olsaydı bu şəkildə, onda biz onu düzəldə bilərdik. Amma ki burada olmadığı üçün və yaxud da ki each other, yəni biz demişik ki bunlardan sonra apostrofi S olmalıdır. Amma digərlərinə bağlı nəsə deməmişik və burada da 1, 3, 4, B hər biri düzdür. 8-də isə deməli baxırıq ki burada the new corporation plan to extend business into countries. Countries cəmdədir gördüyümüz kimi, another olmaz. Every olmaz, iş olmaz. Bunlardan sonra nə gəlməlidir? Deməli, tək gəlməlidir. Birinci tərəfdə isə business sözü var, isimdir. Bu demək D variantı doğru olacaq. Çünki addan sonra ya artikel gəlməlidir, ya sifət bunlardan başlayır əsasən. 9-da isə yenə baxırıq ki, burada output isim işlənib. Deməli, burada görürük ki, D olmaz. Çünki ondan sonra artikel sifət gəlməlidir. İkinci tərəfdə isimimiz cəmdədir. Ana atırıq, beni atırıq, yeni atırıq. Bunlardan sonra tək isim gəlməlidir. Qalır nə? C variantı. Onda isə deməli burada of nədir bizdə? Deməli everydən işlətməliyik, bunu çıxırıq. Və xəbərimiz təkrar deyib boşda atırıq. İkinci tərəfdə isə deməli burada bizim cavabımız yine iki əvvəl sifət gördüyümüz üçün düşünürük ki burada D variantı olmalı. Ama bu bir ifadədir. Məsələn, do my best. Mənim ən yaxşımı etməyimin, əlimdən gələnin ən yaxşısını etməyim deməkdir. Və yaxud da ki, do your best, əlindən gələnin ən yaxşısını et, bu şəkildə. Və burada isə ona görə biz nəyə götürürük? Yəlik halı götürməliyik və cavabımız olur C variantı. 7 isə deməli burada görür ki, of işlənib, ona görə evrini atırıq və görür ki, burada həz işlənib, xəbər təklidir. Bosu atırıq, deməli D və Y variantları qalır. Daha sonra isə burada görür ki, isim işlənib. İsim işləndiyi üçün də biz nəyə götürməliyik? Yəliyə, ona görə də olur Y variantı. Çünki orada əgər ki təkcə sifət olsaydı, onda biz it apostrofiyası götürə bilərdik. Daha sonra 12-də görürük ki, burada blanks işlənib və blanks işlənibsə bizə yelkal lazımdır. Buradakı yalnız bir variant da var, o da olur deməli B variantı. 13-də isə deməli burada yenə isim işlənib, ona görə biz yelkal axtarmalıyıq və bu da təkcə A variantındadır, ona görə elə A variantı olur. 14-də deməli burada isim işlənib, baxaq burada, məsələn, səni atırıq, yeni atırıq. Daha sonra baxırıq ki, burada he B variantı olmaz. Çünki burada iki nəfərdən bəhs etməlidir ki, biz each other'dan istifadə edə bilək. Beni atırıq, somebody də olmaz. Çünki somebody yeni təklik göstərir kimsə. Amma one another 2-dən çox şəxs nəzərdə tutur. Ona görə bizim cavabımız elə olur D variantı. 15-də isə görür ki, ismimiz burada cəmdədir. Ümumiyyətcə, burada beni atırıq, ondan sonra isim gəlmir, bu çıxır. İsim cəmdə olduğu üçün 2-də atırıq. Burada isim işlənib, ona görə yelkal lazımdır. C-ni, D-ni atırıq və yerdə qalır A variantı. 16-da isə nodan sonra artikel gəlmir, ona görə A-nı atırıq, C-ni atırıq, Y-ni atırıq. Və burada görür ki, isim işləməyib, ona görə B-ni də atırıq, yerdə qalır D variantı. 7 isə deməli yenə biz no var. Ne olduğu üçün deməli biz burada artiklı atmalıyıq. İkinci tərəfdə isə isim işlənmədiyi üçün bu asılı yərik əvəzlərini atırıq. Onlardan sonra isim lazımdır və yerdə qalır Y variantı. 18-də isə deməli this letter. Burada nədir? Deməli bu məktub üçüncü şəxsin təkidir. Və biz it axtarmalıyıq. Ona görə B və C variantları və burada Mr. Brown. Həmçinin baxsaq ki, to nədir bizdə? Söz öndür. Söz öndən sonra isə burada adlı halda olan bu şəxs əvəzini işlədə bilmərik, qalır B variantı. 19-da isə deməli baxaq nəyə? Burada görür ki, anyday, everyday bunlardan sonra isim lazım olacaq, some'dan sonra da lazım olur və everydən sonra da isim lazımdır, qalır elə Y variantı. Daha sonra isə 20-yə baxaq. 20-də deməli, burada görür ki, xəbərimiz təkdədir. 1 olar, 2-dən sonra xəbər cəmdə olmalıdır, 4-dən sonra da 1, 3, Y variantı qalır. Daha sonra isə 20 bura baxaq. 21-də görür ki, burada isim işləməyib. Ona görə biz seni, yeni, anı, deni atırıq. Çünki onlardan sonra isim lazımdır. Və ona görə biz B variantını götürürük. Daha sonra isə 22-yə baxaq. 22-də isə deməli, burada yenə həmçinin isim işləməyib. Ona görə avtomatik deni götürməliyik. Qalanlardan sonra deməli nə lazımdır? İsim lazımdır.
Daha sonra isə 23-də. Deməli, burada görürük ki, sifət işlənib. Sifət işlənibsə it apostrof s olmalıdır. Ya s olur, ya da ki d variantı. Burada isə nədir? Things, düşünmək. Düşünmək nəyə məxsusdur? İnsana. Onda deməli, onun hansı mənası olur? Hamı mənası olur. Ona görə də ki, deməli, nə olmalıdır? O, cəmdə olmalıdır. All thing olmalıydı. Çünki burada hər şey mənasında olsa, o təkdə ola bilərdi. Amma burada hər şey, yəni düşünmək nəyə məxsusdur? İnsana. Ona görə deməli, biz burada ola atırıq və yerdə qalır nə? S variantı. Daha sonra isə 24-də. Görür ki, burada considers'dır. Burada əgər ki, düşünmək yenə mənasındadırsa, deməli, all hamı mənasını nəzərdə tutur. Çünki düşünmək insana aiddir. Deməli, insana aidsə burada all hamı mənasındadır, hər şey mənasında deyil. Hamı mənasındadırsa xəbər cəmdə olmalıdır. Ona görə burada D, Y gedir. Daha sonra deməli, A, B, C variantları qalır və burada isə boring sifətdirsə, deməli, it apostrofi S olmalıdır. Çünki qalan digərlərindən sonra isim lazımdır. Daha sonra baxaq 25-ə. 25-də isə görürük ki, burada nə var? Of işlənib. Yəni, burada every'ni atırıq. Every'dən sonra of olmur, bu gedir. Sen də həmçinin atırıq. Və burada deməli, ofdan sonra olan hissə bildim ki, cəmdə olmalıdır. Ya bildim ki, daha doğrusu, baxaq burada nəyə? Əslində cəmdə olmayacaq. Çünki görür ki, Mr. Green has told me all the news and I'm going to tell you some of it. Burada ismimiz təkdədir deyə ona görə də biz burada it götürməliyik. Deyir ki, Mr. Green mənə deyir ki, bütün xəbər dedi və deyir ki, mən onun bir hissəsini sizə deyəcəm. Olur nə? D variantı. Daha sonra isə 26-ya baxaq. 26-da deməli, burada deyir ki, the reporter's article was so interesting that hardly nədir? İnkarlığı göstərir. Deməli, bir cümlədə ikinci inkar olmaz, bu gedir. Həmçinin burada somebody'ni də atırıq, qalır digər variantlarımız. Və burada to read dedikdə isə həmin o məqaləni oxumağı nəzərdə tutur və ona görə burada nə olmalı? It, onu. Və burada deməli, D-ni atırıq, çünki ondan sonra sifət lazımdır, Y-də ondan sonra isim lazımdır, elə qalır nə? A variantı. Daha sonra isə 27-də. Görür ki, policeman bu cəmdə işlənir. Buna görə B-ni atırıq. Daha sonra C-ni D-ni atırıq. A-nı yeni saxlayırıq. Və burada policeman's bravery deyək ki, yəni polislərin cəsarəti. Cəsarəti bizim ümumilikdə nəyimizdir? Mübtədamızdır. Ona görə burada nə lazım? Tək lazımdır. O da olur A variantı. Daha sonra isə 28-ə baxırıq. 28-də isə burada of işlənir. Buna görə every'ni atırıq. Və burada xəbərimiz nədir? Cəmdədir. Ona görə işə atırıq və digərləri də gedir, yerdə qalır. Deməli, nə? Burada baxırıq ki, the supervisor instructed the girls to write. Aslında burada write-ı biz burada yenidən baxmalıyıq. Çünki burada write-in əvvəlində to var. Burada əslində mürəkkəb tamamlıqdır. Bunu yenidən baxaq. Deməli, burada görürük ki, the supervisor instructed to write. Burada deməli nədir bu? Xəbər deyil. Sadəcə to write deməli bizim mürəkkəb tamamlığımızı yaradır. Burada yenidən baxaq. Görürük ki, burada of işlənib. Of işlənibsə deməli görürük ki, nədir burada? Deməli burada every'ni atırıq. Çünki every'dən sonra of işlənməz. Burada da essay var. Her's'dir, theirs'dir, her's'dir. Bunlardan sonra da isim işlətmirik. Ona görə qalır A variantı. Daha sonra isə 29-a baxaq. Deməli, burada article işlənib. Her's'dir, theirs'dir. Bunlardan sonra isim deməli gəlmir. Ofdan əvvəldə yəni every işlənmir. Ona görə qalır Y variantı. 30-da isə deməli burada shoes isim işlənir. Burada something, anything bunları atırıq. Digərləri qalır və burada are cəmdə deyə zət siz gedir. Onlar təklik göstərir. Qalır C variantı. 31-də isə deməli burada isim işlənib. Yours-dan sonra isim gəlməz. Burada you, other olmaz. Yəni yərikəl lazımdır. İkinci səfər isə are cəmdə deyə zis və zət gedir. Qalır B variantı. 32-də isə deməli burada baxaq nəyə? Burada after sözünü işlənib deyə şini atırıq, hini atırıq, hizi atırıq. Çünki burada after'dan sözündən sonra deməli obyekt halda olan deməli əvəzlik gəlməlidir. Deməli B və D variantları qalır. Burada isə baxaq tərcüməsinə. Deyir ki, the old man lived alone. Deyir ki, yaşlı adam tək yaşayırdı.
There was no one to look after him. Onun qarşısına qalacaq kimsə yox idi. Deməli, burada təkdirsə, deməli, nə olur? Heç kəsi götürməliyik. Olur D variantı. Daha sonrası 33-də. Deməli, burada baxırıq ki, gəliş. Burada coming gəliş mənasında isim kimi yəni işlənir. Məsələn, mənim gəlişim, sənin gəlişin və s. Burada deməli mine, hers atırıq. Bunlardan sonra deməli isim gəlmir və cümlə himlə, obyekt əvəzi ilə başlamırıq. Bu da çıxır. Daha sonrası burada of işlənib. Everydən sonra da of gəlməz. Avtomatik nə olur cavabımız C variantı. 34-də isə deməli burada baxırıq. Demək, can make change decision. Decision burada isim işlənib. Deməli, mine'dan sonra, hers'dan sonra isim gəlməz. Bunu da atırıq. Daha sonra isə deməli, burada make-dən sonra I made up my mind to go on traveling with Lily. Can change. Deməli, burada make-dən sonra bizə obyekt əvəzi lazımdır. Burada mine gedir. Daha sonra isə deməli his də gedir, çünki obyekt əvəzi lazımdır və yerdə nə qalır? B variantı.